Salam əziz şagirdlər. Bugünkü mövzumuz olacaq yine Müşfiq Əliyevin Lütfüzadə adına Olimpiadalara hazırlıq vəsaitində 35-50-ci sualların arası. Çünki 35-ə qədər artıq izahlar verilib. Kanalda var, baxa bilərsiniz. Keçirik 35-ci sualımıza. Bizə deyir ki, Dülgər 60 ədəd kətili bəzi günlər 2, bəzi günlər 3 dənə düzəltməli olur. Dülgər deyir, bu kətilləri ən tez neçə gündə düzəldib qurtara bilər? Ən tez eləməsi üçün əziz şagirdlər, deməli bu 3 dənə düzəltdiyi günlər daha çox olmalıdır. Ona görə 60-dan çıxarıq 2-ni. Əgər bir gün ikisini düzəldibsə, yerdə qalır 58. 58 3-ə bölünmür. Sonra ikinci gün yenə düzəltdi, elədi 4 dənə. 4-ün çıxsaq qalır 56. 56 da bölünmür 3-ə. Üçüncü gün yenə ikisini düzəltdi. Toplasaq bu edir 6. 60-dan da 6 çıxanda qalır 54. Düzdür? Biz bu 54-ü də 3-ə bölsək, eləyər neçə? 18. 18-in üzərinə də bu 3 günü gəlmiş olsaq, eləyəcək neçə? 21 gün. Ən tez 21 günə düzəldər. Cavab edir C variantı. Sonra 36-cı sual. Deyir ki, İlham və Cəmilə eyni küçədə yaşayırlar. Onların yaşadığı evlər küçənin eyni tərəfində yerləşir və digər evlərlə birlikdə birdən 50-yədək nömrələnib. Cəmilə İlqardan 24 ev sonra yaşayır. Deməli, birinci İlqar, sonra Cəmilədir. Bir dəfə Cəmilə öz mənzillərindən çıxıb İlham ilə qonaq getdi və o 15 nömrəli evin qarşısından keçəndə yolun 6-da 5-ni getmiş oldu. 24 aralarında fərq var və 24-ün 6-da 5-ni gedibsə, deməli, neçə eləyəcək? Deməli, daha doğrusu 24 dənə evdir. Deməli, 15 nömrəli evin qarşısından keçəndə yolun 6-da 5-ni getmiş oldu. Deməli, 6-da 5 isə 15 olan ədəd tapsaq, eləyir neçə? 15 vurulsun 6 bölünsün 5 eləyər 18. Deməli, Cəmilə evlərindən çıxıb 18 ev gəlib, hələ ki 15 nömrə qabağındadır və aralarındakı fərq nə qədərdir? 24 evdir. 18-in çıxanda qalır 6. Deməli, hələ 15-in qarşısındadır. Hələ 6 evdə gələcək və 15-dən də 6 çıxanda qalır neçə? 9. Deməli, və bir evdə nə idi o? Oğlanın adı İlham yaşayır deyə biri də çıxarıq. Cavabımız eləyəcək 8. Sonra deməli, D variantı elədik. Gəlirik 37-ci sualımıza. 37-də deyir ki, 30 və 45 ədədləri arasında olan ədədlərdən neçəsi özünün sonuncu rəqəminə bölünür? Aha. Deməli, 30 ədədləri arasında 37-ci sualdır. 31 bölünür, əziz şagirdlər. 33 bölünür. Sonra 35 bölünür. 30 neçəsi özünün sonuncu rəqəminə bölünür? 36 bölünür. Deyək ki, sonra 37 bölünmür, 38-də bölünmür, 39-da bölünmür, 40, sonra 40, yəni 0-a 10-da bölünür. Sonra 41, 42, sonra 44. Neçə dənə elədi? 7 dənə. Baxaq. 40 yazmadı axı. Deməli, 31 bölündü, 33 bölündü, 35, 36, 40, 41, 42 və 44. Başqa bir ədədimiz qaldı mı? Xeyr. Deməli, o zaman 37-də eləyəcək nə? Baxaq. Neçəsi özünün sonuncu rəqəminə bölünür? 31. 30-u da yazmamışıq.
32 aha 32 də bölünür də 6 dəfə düşür. 33 34 bölünmür, 35-dir, 37 də bölünmür, 38 də. Deməli 2 4 6 8 10 dənə. Biraz diqqətlə baxaq görək. Harda biz 30-u götürmürük, 30-dan deyir 45 arasında 9 dənə. Cavabımız eləyər D variantı. Deməli, 2 ədədin cəmi deyir ədədlərindən birindən 38, 9 vahid digərindən 8 vahid böyükdür. Bu ədədlərin cəmi neçəyə bərabərdir? 9 təgər 8 yazarıq eləyər 17. Çünki biri digərindən 9, digəri 8 vahid, yəni aralarında fərq var. Sonra baxaq 39-cu sualımıza deyir ki, 39-da deyir tərəzinin bir gözündə 36 konfet, o biri gözündə 8 dənə şokolad var. Qutusu var. Konfet olan gözə 2 dənə də şokolad qutusu əlavə elədik. Şokolad qutusu. Bu da şokolad eləyək də. Tarazlıq yarandı. Yəni bərabər oldular. Aha, qutunun kütləsi neçə konfetin kütləsinə bərabərdir? Deməli 8 şokoladdan çıxarıq 2 şokoladı bərabərdir 36-ya. 6 şokolad qutusu bərabərdir 36-ya. Deməli şokolad qutusu bərabərdir 6. Deməli bir şokolad qutusu 6 dənə. Cavab olacaq D variantı. 6 konfetin kütləsinə bərabər. Deyir, sexdə kişi və qadın işçilər işləyir. Sexdə 40 kişi və qadın. Bizə deyir ki, 40 dənədir. 40 dənə kişi işçi gəlsə, onların sayı qadınların sayından 2 dəfə çox olar. Sexdə neçə nəfər qadın işçi çıxsa, qalan işçilər arasında kişi işçilərin sayı qadın işçilərin sayından 2 dəfə çox olar. Əgər deməli, deyək ki, sexdə x qadındır, daha doğrusu x sayda kişidir, düzdür? Və üzərinə də 40 gəlib, deməli, qadınlarımız da x-dır da, indi oldu deyir, kişilərimizin sayı 40 işçi gəlsə, onların sayı qadın işçilərin sayından 2 dəfə çox olar. Olacaq nə? 2x. Onda 2x bərabərdir x üstə gəl 40. X bərabərdir 40. Deyir ki, sexdə neçə nəfər qadın işçi çıxsa, qalan işçilər arasında deməli sexdə 40 dənə qadın var. Aha. Bunlar bir-birinə deməli, əgər bunun üzərinə kişi də 40 gəlsə, eləyir 80. Aha. İndi bizə nə deyir? Deyir, neçə nəfər qadın işçi çıxsa, qalan işçilər arasında kişi işçilərin sayı qadın işçilərin sayından 2 dəfə çox olar. Deməli, baxaq, görək. Harda səhv elədik? Bir dəqiqə. Məsələmizi bir də oxuyaq. Bu niyə alınmadı? Deməli, deyir, sexdə kişi və qadın işçilər işləyir. Sexdə 40 kişi işçi gəlsə, onların sayı qadın işçilərin sayından 2 dəfə çox olar. 2-yə bölsək 40-ı eləyir 20. Düzdür? 2 dəfə çox olmuş oldu. Aha. 2 dəfə çox oldu. Sexdə neçə nəfər qadın işçi çıxsa, qalan işçilər arasında kişi işçilərin sayı qadın işçilərin sayından 2 dəfə çox olar. Yenə əgər 2 dəfə çoxdursa, deməli 20-dir də. Yəni yenə də 20 dənə qadın çıxmış olsa, onda eyni fərq yaranacaq. Yenə də demək kişi işçilərin sayı qadın işçilərin sayından nə olmuş olacaq? 2 dəfə çox olmuş olacaq. Onda deyək ki, 40-da olacaq cavabımız C variantı. 41 deyir ki, sistem qrupunda 27 dənə oğlan var, 16 dənə qız. Hər ay qrupa 3 yeni oğlan, deyək birinci ay 3 dənə oğlan və 4 yeni qız gəlir. 4 dənə də qız gəlir.
Aha, neçə aydan sonra qrupda oğlanların və qızların sayı eyni olacaq. Deməli, biz baxaq, elə variantlarla yoxlasaq, 12 aydan sonra 36 dənə, deməli, 12 aydan sonra 36 dənə oğlan gələr. Deməli, 48 dənə qız. Baxaq, toplasaq əgər 27-nin üstünə 36 gəlsək, bir dəqiqə. Aha. 27-nin üstünə 36 gəlsək, eləyəcək neçə? 63. 16-nın üstünə 48 gəlsək, eləyir neçə? 64. Deməli, 12 ay deyil. Sonra 10 ay olsa, əgər variantlarımızdan baxaq, 10 ay olsa neçə dənə oğlan gələcək? Gözüm görmədi. Bir dəqiqə. 27. Hər ay 3 dənə oğlan gəlirdi də, hər ay. Düzdür, 3 dənə də oğlan gəlir. İndi 10 ayda 30 dənə oğlan gələr, 40 dənə qız gələr. Yenə say düzəlməz. Sonra baxaq, 13 ay ərzində 13-ü 3-ə vursaq 39 dənə oğlan gəlmiş olar. 13-ü 4-ə vursaq 42 dənə də, deməli 13-ü də daha doğrusu 4-ə vursaq 52 dənə də oğlan olmuş olar. Sonra 11 ayda 33 dənə oğlan, bu oğlan idi, bu qız idi. 4-ə vursaq 44 dənə də, deməli o zaman cavabımız eləcək 11 ay. Cavabımız eləcək 11 ay. Çünki 11 ayda 33 dənə oğlan gələr, üstünə 30 gəlsə eləyərək 60 və 11 ayda 44 dənə oğlan gəlsə, üzərinə 44 gəlsə eləyəcək 60. Cavabımız eləcək elə D variantı. Sonra deməli, baxaq, deyir talada 42. Talada qazlar və çəpişlər var. Qumru 64 dənə ayaq və 19 dənə baş sahibi. Qazlar və çəpişlər 2 dənə ayaqları var. Çəpişin də 4 dənə çəpişin. Ayaqlarını toplayanda 64 dənə eləyib. Qazların başı ilə çəpişlərin başlarını toplayanda da 19 dənə eləyib. Biz keçən dəfə də demişdik ki, bunları alt-alta çıxmağımız üçün aşağını da 2-yə vurarıq ki, bərabərlik alınsın, çıxanda rahat olsun. Onlar 2 qaz, üstə gəlib 4 çəpiş, bərabər də 64. Deməli, 2 qaz, üstə gəlinsin 2 çəpiş, bərabərdir. Hər tərəfi 2-yə vurduq, buranı da vuruq, edir 38. Deməli, alt-alta çıxsaq qazlarla qazlar getdi. 4 çəpişdən 2 çəpiş çıxsaq qalır 2 çəpiş. Bərabərdir 64-dən də 38 çıxsaq eləyir neçə? 24. Çəpiş də bərabərdir 12. Neçəsi çəpiş idi? Bəlkə səhv çıxdıq. 64-dən 38 çıxanda 26 eləyir. 24 yox. 26-nı da 2-yə böləndə 13 eləyir. Cavabımız eləyəcək A variantı. Sonra 43-cü sual. Qırmızı və deyir sarı rəngli 7 dənə dairəvi stolun ətrafında qoyulub. Qırmızı və sarı. Qırmızı, sarı. Hər hansı 2 qırmızı və ya hər hansı 3 sarı rəngli stollar yanaşı deyil. Stol ətrafında neçə sarı stol var? Deyir ki, hər hansı 2 qırmızı və 3 sarı rəngli stol yanaşı deyil. 2 dənə qırmızı yanaşı deyil. Deyək ki, qırmızı olsun. Birinci, 2 qırmızı yanaşı deyil. Sarı, sarı, 3 dənə sarı yanaşı deyil. Yenə gəlsin qırmızı. 3 dənə sarı yanaşı deyilsə, bu 2 dənəsi ola bilər. Yenə gəlsin sarı, sarı. Sonra deyir 7 dənə stol olmalıdır. Deməli, yenə gəlsin qırmızı. Burada neçə elədi? 7 elədi, elə. İndi deməli, əgər bunlar dairəvidir, yan-yana düşə bilərlər. Ona görə bura bir dənə qırmızı, sarı, bir dənə də
qırmızı qoyaq. 2, 4, 6. Bir dənə də sarı yerləşdirmiş olsaq, o zaman neçə dənə bizə deyir? Sarı stul olar. Aha, 1, 2, 3, 4. Cavabımız eləyər C variantı. Sonra 44 deyir. Usta tərəfi 15 desimetr olan. Da silək buranı. Baxaq, deyir ki, 44-də. Usta deyir, tərəfi 15 desimetr olan kvadrat şəkilli vərəqi 2 düz bucaqlıya ayırdı. Tərəfi 15-dir, düzdür, kvadrat. 15, 15. Birin perimetri 42-dir. Bunu hardan istəsək ayırsaq, onsuz da birin uzunluğu 15 eləyəcək. 15-in üzərinə neçə gəlib? Perimetri necə tapılır? 2 vurasın. A üstə gəlsin B-dir. Bərabərdə edib 42. Düzdür. 2 vurulsun. A'mız 15'dir. B'mizi bilmirik. Bərabərdir 42. İndi baxaq. 15'in üzərinə neçə gələndə 2'yə vursaq 42 eləyər. Deməli 6 gələndə 21 eləyir. 2'yə də vuranda 42. Deməli B'miz bərabərdir 6. Deməli bunu elə yerə kəsib ki 6 düşüb 15 idi. Yerdə qalacaq neçə? 9. Deməli bunun da eni 9. Uzunluğu neçə eləyəcək? 15. İndi bizə bunun perimetrini soruşur da, düzdür. Yazarıq 15 üstə gəl 9. Bərabər, vurulsun 2. Bərabər 24 2'yə vuranda eləyər 48 B variantı. Deyir ki, 45-ci sualımızda. Deyir, birinci qutuda digər 3 qutunun hər birindən 20 dənə çox qələm var. Birinci qutudan ikinci, üçüncü və dördüncü qutunun hər birinə neçə qələm köçürsə, qutuların hər birində eyni sayda olar. Deməli, deyək ki, birinci qutu, ikinci qutu, üçüncü qutu və dördüncü qutu. Düzdür. Deyir ki, haradaydı? Birinci qutuda deyək ki, hamısında x-dır. Düzdür, bilmirik. Amma birincidə bunların hərəsindən hamısından 20 dənə çoxdur. O zaman nə edərik? Hərəsinə 5-5 versək, bax, 5'ini bura versək, 5'ini bura, 5'ini bura, 5'i də özünə qalsa, düzdür. Hər birində onda nə olmuş olacaq? Elə 20'ni 4'ə bölsək 5-5 düşürdü. Hərəsinə 5-5 qalanda 20'ni 4'ə bölsək. Eləyir 5. Hərəsinə 5-5 paylasaq, eləyir neçə? X deməli, qutuların hər birində 5. 45'də eləyəcək nə? Cavabımız 45 deyəcək A variantı. Sonra 46. 46-cı sualımızda bizə nə deyir? Baxaq görək. Deyir sırağa gün 46. Ən sevdiyim sual tipləri. Dünən sırağa gün. Aha. Deyir ki, sırağa gün avqustun 12'si idi. Deməli, dünən yox, sırağa gün. Deməli, dünən ayın 13'üdür. Bugün ayın 14'üdür. Sabah olub 15'i. İndi deyir ki, Namiq deyə bilər ki, sabah Namiq deyə bilər ki, aha, birisi günün sabahı mənim ad günümdür. Birisi gün. Sabah hələ deyə bilər ki, 16'sı yox, 17'si yox, 17'sinin səhəri, yəni 18'i mənim ad günümdür. Namiqin ad günü onda hara düşür? 18 sentyabr. Cavab eləyər B variantı. Deməli 47. Deyir Leyla klaviatura sözünü oxuyur və hər bir saytə klaviatura. Deməli, birisi gün sabah yox, hardaydıq? Hər bir sayt səs üçün 3 saniyə, samit səs üçünsə 2 saniyə. Deməli, bunlara 3 saniyə verib, saitlər üçünsə 2. Bircə dəqiqə. Sait səs üçün 3, samitlər üçünsə 2. Deməli, neçə dənə? 1, 2, 3, 4, 5 dənədir. 5 3'ə vursaq 15.
1, 2, 3, 4, 5 dənə də deməli samitdir. 5 də 2-yə vuranda 10. Üzərinə gələrik. 10 eləyir neçə? 25. 25 saniyə. C variantı. Sonra 48. Deyir karton üzərində nöqtə qeyd edildi. Aha, nöqtə qeyd edildi və bu nöqtədən keçən 5 düz xətt çəkildi. 1. İndi biz elə çəkdik ki, nöqtədən keçmədi. Eyb yox. 1, 2. Bizim nöqtədən keçmir. Deməli 2, 3, 4, 5. Və bizə deyir ki, karton neçə hissəyə bölündü? Əlbəttə ki, bu tip suallarda nə edərik? 5-i vurarıq 2-yə. 2 vurulsun 5 eləyər 10. Və yaxud da belə baxaq. 1, 2, 3, 4, 5, 7, 8, 9, 10. Cavabımız elədir 10 varmı? D variantı. Sonra son 2 sualımıza baxaq bu səhifədən. Sonra növbəti videomuzda yenə ardını davam edərik. Deməli, bizə nə deyir? Deyir, köhnə saat sutkada 24 dəqiqə, 2 sutkada. Deməli, bir gündə 12 dəqiqə geri qalır da, düzdür? Saat 11:50-də saat düzəltdilər. Bir gündən sonra saat neçəni göstərəcək? Aha, deməli, 12 dəqiqə geri qalırsa, daha doğrusu irəli gedirsə, bir sutka sonra yenə 11:50 olacaq. Amma 12 dəqiqədə irəli getdiyinə görə üzərinə 12 dəqiqə gəlsək, eləyəcək neçə? 12:02. D variantı. 50-ci sual deyir ki, Muradın cibində hər biri ya 10 manatlıq ya da 20 manatlıq 7 dənə kağız var. Muradın cibində nə qədər pul ola bilər? Deməli, bunun 7 dənə pulu var. Bir dənə 10 manatlıq olsa, düzdür. 6 dənə də 20 manatlıq olsa, eləyəcək neçə? 120, 120. Bir dənə də 10 manatlıq. Bu eləyər 130. Üstə gəlsin. Eləyər 130. Deməli, 2 dənə 10 manatlıq olsa, olacaq nə? 20 manatlıq. Yerdə 5 dənə qalacaq. 5-i də deməli 20-yə vursaq eləyir nə? 100. Eləyər 120 manat. Bu da yoxdur. Əgər 3 dənə 10 manatlıq olsa, eləyəcək 30. Yerdə qalır neçə? 4 dənə pul. 4-ü də 5-ə vuranda eləyir neçə? 5-ə yox, 20-yə vuranda eləyir 80. Deməli, bu da elədi 110. Deməli, bu da deyil. Bunun da 7 manat pulu var. Əgər bunun 4 dənəsi 1 manatlıq olsa, 10 manatlıq olsa, 4 dənəsi eləyəcək neçə? 40 manat. 3 dənə də 20 manatlıq olsa, 3 dənə eləyir neçə? 60. Və biz bunları toplasaq eləyir nə qədər? 100. Deməli, bu da deyil. Əgər bizim 7 manatımız varsa və bunun 5 dənəsi 10 manatlıqdırsa eləyir 50 manat. Yerdə qalır neçə? 2 dənə. Düzdür? 2 dənə pul qalır. 2-ni də 20-yə vuranda eləyir 40. Toplasaq eləyir 90. Deməli, bu da deyil. İndi sonuncu 7 dənə pulu var. Bunun 6 dənəsi 10 manatlıqdırsa eləyir 60 manat. Yerdə qalır nə? Bir dənə də 20 manatlıq. Eləyər 80 manat. Cavabımız eləyəcək nə? B variantı. Bugünlük bu qədər əziz şagirdlər. Növbəti videoda görüşərik. Sağ olun.